Gəlin, sabiq futbolçu Valeh Qafarovun təcrübəsi ilə İsveç və Azərbaycan futbol sistemləri arasındakı fərqlərə qısaca nəzər salaq. Artıq 23 ildir İsveçdə yaşayan və uşaq futbolu ilə məşğul olan Qafarov deyir ki, bu ölkənin uğrunun sirri heç də düşündüyümüz kimi böyük pullarda deyil. Yox, bütün məsələ uşaqlara olan yanaşmadadır. Birincisi, İsveçdə bilirsiniz, uşaq yaşlarında əsas məqsəd qətiyyən qalib gəlmək deyil. Əsas odur ki, uşaq oyundan zövq alsın, futbola sevgisi yaransın. Məşqçilər heç bir təzyiq göstərmir, uşaqlara səhv etmək imkanı verirlər və oyun vaxtını da hamı arasında bərabər bölürlər. Çünki istəyirlər ki, mümkün qədər çox uşaq futbolda uzun müddət qalsın. İkincisi, və bu çox maraqlıdır, Azərbaycanın yeniyetmə komandaları İsveçliləri böyük hesabla udur. Amma sonra nə olur? Həmin istedadlı uşaqlar nədənsə böyüklər futboluna keçə bilmirlər. Qafarov bunun səbəbini erkən yaşdakı həddindən artıq yüklənmədə və təzyiqdə görür. İsveçdə isə sistem elə qurulub ki, uşaqların inkişafı 17 yaşından sonra da davam etsin. Və nəhayət, bütün bu sistemin təməlində nə dayanır? Böyük pullar? Heç də yox. Uğurun əsas sirri düzgün təşkilatçılıq və kütləvilikdir. Bir anlıq təsəvvür edin, Qafarovun yaşadığı cəmi 150 minlik şəhərdə 70 futbol klubu fəaliyyət göstərir. Bu sadəcə inanılmaz bir rəqabət və çox geniş seçim bazası deməkdir. Beləliklə, Qafarovun müsahibəsindən çıxan əsas nəticə budur ki, dayanıqlı futbol gələcəyi legionerlərə deyil, uşaq futboluna səbirli və sistemli yanaşmaya əsaslanır.